İndi növbəti 4 suala baxırıq. Deyir ki, ümumi həddi a-n bərabərdir 2n üstəgəl 5 və b-n bərabərdir n kvadrat çıxı n çıxı 5 olan ardıcıllıqlar üçün a-k bərabərdir b-k şərti ödənir. A-n ardıcıllığın ilk k-ətini tapın. Əgər bizə a-k bərabər b-k deyirsə, a-n-in ümumi şəkli ilə 2n üstəgəl 5 ilə b-nin ümumi şəklinin n kvadratı çıxı n çıxı 5-i bərabərləşdirirəm. Buradan tapıram ki, n kvadratı çıxılsın 3n çıxılsın 10 bərabərdir 0-a. N buradan ya 5-ə, ya mənfi 2-yə bərabərdir. Ardıcıllıqda mənfi ola bilməz, deməli n 5-dir. Deməli bizdə A 5-ci hədlə, yəni K 5 olanda B 5-ci hədd bərabərdir. Yəni bizdən A-n ardıcıllığının ilk 5 həddinin cəmini soruşur. Bunu da tapmaq üçün n-in yerinə əvvəlcə 1 qoyuram, 7, daha sonra 9, 11, 13, 15 eləyib. Toplayanda da cavabımız 22, 44, 55 eləyəcək. Sürətli olması üçün mən indi sadəcə yerinə qoydum, amma siz də üstü ilə də hesablaya bilərsiniz. Daha sonra 6-cı sualda belə bir sistem tənlik verib. X çıxı y olsun, x çıxı 2 bərabərdir 0-a, x çıxı 2 y bərabərdir mənfi 1. Deyək, tənliklər sistemini ödəyən x, y cütləri üçün x, y fasilinin minimum qiymətini tapın. Əvvəlcə bu birinci hissəyə baxıram. Burada ya x bərabərdir y olmalıdır, ya da x bərabərdir 2. İndi birinci hissədən tapdığım cavablara əsasən ikinci tənlikdə yerinə qoyaraq x və y cütlərini tapa bilərəm. X əgər 2 olsa, onda 2 çıxılsın 2y bərabərdir mənfi 1. Buradan da y 1/5 tapıram. X, y fasili bu halda 3 eləyəcək. İndi ikinci hala baxıram, x bərabərdir y. Burada x-in yerinə y yazanda olur, mənfi y bərabərdir mənfi 1, yəni y bərabərdir 1-ə. X də bərabərdir 1 olur, çünki x-i y-də bərabər götürmüşdür. Onda x-y fasili 1 eləyəcək. Deməli, bizdən ən kiçiyini istədiyi üçün gəlib 1 olan variantı götürəcəm. Deməli, ən birinci nədir? Birincini həll edirik. Buradan ya x-in y olduğu, ya da x-in 2 olduğunu tapıram. Daha sonra da ikinci sətirdə yerinə qoyaraq müvafiq cavabları tapa bilərik. Daha sonra 8-ci suala keçək, 7-yə baxacaq indi. Nisbəti 25/16 olan 2 müsbət ədədin ədədi ortasının həndəsi ortasına nisbəti. Nisbət 25/16-dırsa, mən A-ya 25K, B-yə 16K deyirəm. Bunların ədədi ortasını tapmaq üçün toplayıb 2-yə bölməliyik. Çünki sayıları 2 dənədir. A üstəgəl B bölünsün 2. Bu da eləyəcək 41K bölünsün 2. Yəni 41 bölünsün 2. Yəni 20,5K belə də yaza bilərik. Daha sonra həndəsi ortasını tapanda isə kök altda kökün dərəcəsi bunların sayı olmalıdır. Sayı bizdə 2-dir. Dərəcə 2 olanda bura qeyd eləmirik. Vurulsun hasilləri. Yəni kök altda 25K vurulsun 16K. Buradan da tapdığımız cavab 20K eləyəcək. İndi nisbətdə yerinə qoyanda 20,5K bölünsün 20K, K'lar gedir, qalır 41 bölünsün 40. Yəni düzgün cavab bu testdə 8-ci sual üçün A variantıdır. Daha sonra fəzan sualına deyir ki, iti bucağı bərabərdir alfa olan düz uzaqlı ABC bucağının AB hipotenuzu BC katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. Deməli, bizə nə verir? Bu A bucağı alfa dərəcədir. ABC bizim ilkin verilən üçbucaqdır. Bu AB hipotenuzu BC-dən keçən müstəvi ilə, müstəvini altda paralelogram kimi təsvir eləmişəm. Beta bucağı əmələ gətirir. Bu bucağı göstərmək üçün də üçbucaq qururuq. Bir tərəfi AB hipotenuzu olur, digər tərəfi bu hündürlük. Hündürlük olduğu üçün perpendikulərdir, məsafəni göstərir. Daha sonra digər tərəfdə BH. İndi bizdən nə istəyir? Bu AC kateti ilə bu həmin müstəvinin əmələ gətirdiyi bucağı istəyir. Bunun üçün də mənə AH və AC-nin qiymətlərini verilən alfa və beta bucaqları ilə ifadə etmək lazımdır. Mən buradan ilkin bildiyim üçbucaq üçün, üçbucaq ABC üçün yazıram ki, BC bölünsün AB ya da AC ilə işləyirəm. Mənə AC lazım olacaq ki, AC ilə işləyirəm. AC
bölünsün AB bərabərdir kosinus alfaya. Buradan AS'nin AB vurulsun kosinus alfa olduğunu tapa bilirəm. İndi üçbucaq ABH üçün baxıram. Bu üçbucaqdaysa mənə AH lazımdır. AH tapmaq üçün də AH bölünsün AB bərabərdir sinus beta yazıram. İndi bu aşağı sizdən istəyirəm. Mən artıq bilirəm ki, AC bərabərdir AB vurulsun kosinus alfa. AH da bərabərdir AB vurulsun sinus beta. İndi məndən buradakı bucağın, yəni qammanın sinusunu istəyəndə gəlirəm AH-ı AC-yə bölürəm. AB sinus beta bölünsün AB kosinus alfa. AB'lər gedik, cavabımız qalır sinus beta bölünsün kosinus alfa.